Herkese salam. Kanalımıza və yeni videomuza xoş gəldiniz. Bizim Nəsən verilişinin iştirakçısı Aygün canlı yayım zamanı göz yaşlarına hakim ola bilməyib. O, həyat yoldaşı Aslandan ayrıldıqdan sonra tez-tez canlı yayımlarda öz hisslərinə hakim ola bilmir. Həmin görüntüləri sizlərə təqdim edirik. Satır, yok hayır elə deyil. Mənim üstümə çox gəlir. Başa düşürsən, o zaman mən sizə qədər Mənə bax, sən yaşa toplanıb kimsə bilə bilmə. İnşallah, ən azından ya. İnşallah, bax, bu sözü deyəcəm, xətrimizə demişsə, yazıq deyə, ona bax, gör onun göz yaşları, bir xanımı bu qədər ağladar mı? İşte oyun oynayıram. Elə bir anlıq hər şey unudulur da. Sonra elə bir ki, həyat söndü. Bilirəm ya, Aygün, mən dünən... Nə deyib gülürəm, bu 5-6 oyunda oynayırıq, vaxtı gəlir, səhərə yaxındır. Bir saat ya yatasan, ya yatmayasan. Aygün, mən sənə bir söz deyim, dünənlərim. Hər bir insan, hər gülüşün arxasında bir kədər yatır. Yəni biləsən, heç kəs düşünməsin ki, ən azından xanımdır, xanımı başa düşür. Bunlar bizim insanlar, elə bir ki, bəziləri var ha. Elə bir ki, heç nə düşünmək istəmir, elə ancaq yıxıb sürmək istəyir. Dünənki restoranda da dedim, Dünən nə dedim mən sənə? Mən sənə dünən nə dedim? Axşamın xeyir. Salam Qazi anası, salam. Axşamınız xeyir olsun inşallah. İnşallah çox xahiş edirəm. Burada mesajları görmürəm. Çox sürətlə gedir. Yəni hörmətsizlik kimi qəbul edirəm ona. Yəni onu görməm. 1400 insan yəqin ki, Aygün sevməyən də var, sevən də var. Aygün, hər kəs bilə qalasan. Bu nə deyə düşür özünə. Hər kəs hamını sevə bilməz. Bugün hər kəs hamını sevə bilməz. Bugün hər kəsin düşünmə ki, səni sevirlər. Mənə başa düşən düşəcək. Salam ruhuzə. Bir, siz məni başa düşürsünüz. Bugün də Zahid müəllim mənə sözünü dedi. Hər axşam bizi izləyir, inansan, sizlə PK-larını izləyir. Bax gör bir nəfər adam yazıb bura. Yəni mənim gözümdə yağma, Qazi anası var. Gör sən nə qədər səni çox sevirlər. Qazi anası bir sən nə deyir? Oğlum, bəlkə Aygün gəlib mənim evimdə qalsın. Allah bizim qazilərin canı sağ etsin. Allah bizim şəhidlərimizə rəhmət eləsin. Onlar bizim başımızın acıdır, onlar yoxdur. Gör uşaqlar, bir Qazi anası yazırım. Çox təkliflər gəlir, qalmaq söhbəti deyil. İnşallah bir qadının göz yaşını sizə ləzzət eləyir, xoş olur. Bununla nəsə qazanacaqsınız. Vallahi nəsə qazanacaqsınız. Bəziləri sevinir, heç şey sevinməzdir. O sənə sevinən insan var ha. Allah and olsun deyirəm, o bizdən onun qəlbində daşlıq var. O mərhəmət yoxdur, o insan var ha. Bəlkə də evində də elədir. Sən ən azından bir qadını sən bu qədər niyə aciz vədin? Bu qadını niyə bu qədər sındırırsınız? Nə qazanırsınız? Ona görə nəsə əziyyət çək. Mənə qınayan insanlar da var. And ol Allaha deyirəm, burada bir nəfər var ki, bir nəfər yox, bir neçə adam var. Direktə yazıb mənə qınayırdı Aygünə görə. Bu günlərə mənə yazır ki, Ozan, bağışla səni qınadığıma görə. Bax, inan səmiyyətimə and olsun. Bu gün mənə yazır ki, Ozan, sən ki onun arxasında dayandın, dəstək oldun, onu təsəlli verdin. Mən mənəvi cəhətdən ona təsəlli verirəm. Yeyəcəsə mən deyirəm ki, belə olmasın, belə olsun, belə olmasın, belə. Nə qazanacam? İnşallah ona hədiyyə atın, qoy qazansın. And ol Allaha deyirəm. Siz mənə başa düşdüyünüzə görə inansız mənə o qədər elə bir dünyanı verirsiniz mənə. Mənim heç nədə gözüm yoxdur. Heç nədə. Qazi anası bilsən nə deyir? Aygün, deyir mən o evlə də təmin edəcəm. Sən düşünmə ki, sən kimsəsin. Gör, səni sevən insanlar varsa. Havayı ev də verənlər var, istəmirəm. Mənim heç nədə gözüm yoxdur. Nə istəmirsən?
Qulaq as, Aygün, bax qulaq as, sən ağlamanla nəsə qazana bilməyəcəksən. Qulaq as. Yəni ağlamanla nə qazanacaqsan? Bir Özünə dəqiqədən sonra təsəlli nə ver, olar? biraz özünlə biraz təmkinli ol. Qulaq as bir dəqiqə. Özünə əl al, biraz səliqəli ol, əsəbiləşmə. Yəni həyat davam edir. Düzdür, bizim bir 330 ağlayıram. Mən kimləsə işim yoxdur. Və niyə oradasan? Yaxşı. Səbəb nədir? Niyə oradasan? Səbəbi yoxdur. Sağ ol ay Damoş. Öpürəm elə. Ay qız, bu nə atdın mənə? Sənin yalansa qıçın qırılmasın yazırsan ay qız. Bu nə atdın mənə? Damla səni öldürəcəm, tələsmə. Nəzələnsən Damla. Buna bax, Damlaya bax. Bu qız dəlidir, nə deyirəm, Quranak. Bax, mən elementarını götürəcəm, bax Damladan. Görürsən o necə mübarizə aparır. Gedir daş daşıyır, dəmir daşıyır. Ola bu nara, o iddətən baya. Qayd eləcələr, biabır. Dəli sən ay qız, qayd eləcələr, zibilə çıxacaq Quran and olsun. Bax o qız görsən